Doktor, əməliyyatdan sonra xəstələr nə vaxt ayağa qalxırlar? Normal standart açıq ürək əməliyyatından sonra mobilizasiya proseduru, əməliyyat günü xəstələr reanimasiya şöbəsində yatılı vəziyyətdə qalırlar. Növbəti gün şöbəyə köçürürlər, orada artıq yataqda oturaq vəziyyəti alırlar və əməliyyatın ikinci günü ayaq üstə qalxırlar və artıq mobilizə olurlar, yəni otaq səviyyəsində hərəkət edirlər. Əməliyyatın 4 və 7-ci günü xəstələr tam olaraq gündəlik fəaliyyətləri ilə məşğul olacaq vəziyyətə çatdırılmalıdırlar. Əməliyyatdan sonra iş fəaliyyəti işdən asılı olaraq dəyişir. Əgər bir insan ağır fiziki işlə məşğul olursa, onda sinə sümüyünün sağalmağını gözləməliyik. Bu hadisə 1 ay, 1 ay yarım ən azı çəkir. Oturaq fəaliyyətlə məşğul olan insanlar iş fəaliyyətlərinə bundan daha əvvəl başlaya bilərlər.